أشهد أن لا إله إلا الله. السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله وصفيه وخليله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين، صلى الله عليه وعلى آله وأصحابه وسلم تسليما كثيرا. أما بعد. Deməli qardaşlar, keçən dərslə bağlı müəyyən əlavələr eləyək. O da ruqiyyə ilə bağlı idi. Və biz qalacağımız, deməli, hansı mövzuda qalmışdıq? Deməli, göz dəymə və sehir və bunun müalicəsi. Göz dəymənin əlamətlərindən qeyd elədik. Göz dəymə haqdır və bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimdə keçən hədisdə bunu bəyan elədi ki, bu haqdır. O ki qaldı göz dəymə, qardaşlar, ümumən göz dəymə nədən baş verir? Ən birinci bilmək lazımdır ki, gözü dəyən həm insan ola bilər. Necə ki, bu sahabələrdə də baş vermişdi. Və indiki dövrə qədər nə qədər hadisələr var, buna dair nə qədər hadisələr var. Yəni, böyük ruqiyyə eləyən alimlər bu şeylərlə rastlaşıblar və qissələr olduqca çoxdur. O cümlədən də cinlərin də insana göz dəyə bilər. Cinlərin də insana gözü dəyə bilər. Üçüncüsü də heyvanların da gözü dəyə bilər insana. Çünki bunlar üçü də nəfs gedir. Şək yoxdur ki, nəfsin də gözü dəyə bilər. Və ona görə də hətta heyvanlarla bağlı alimlər deyirlər ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimdə iki qism heyvanı zikr eləyir. Buyurur ki, "Zittufyetayn fe innahuma yeltemisan el-basar ve yestasqitan el-habal." Deməli, birinci qism heyvan o heyvandır ki, ilandır. İlanın kürək nahiyəsində, bel nahiyəsində, yəni üstündə belə deyək, iki dənə xət var. Ona Zittufyetayn deyirlər. Həmin o ilan gördüyü adamı göz dəyməsi o qədər güclü idi ki, gördüyü adamı kör eləyir. O cümlədən əgər hamilə qadın onu görsəydi, o da öz uşağını neyirdi? Uşağını salırdı. Yəni o qədər göz dəyməsi güclüdür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onları öldürməyi əmr eləyib. İkinci qism heyvan da əbtardır. O da quyruğu qısa olan ilan növlərindəndir. Və bu ilan növlərini də öldürməyi Peyğəmbər sallallahu əleyhi və səlləm əmr eləyib, çünki zərəri də məlumdur. Və lillahi elhamd və minnə. Deməli, göz dəymə, qardaşlar, həm insanın gözəlliyi göz dəyməyə məruz qala bilər, həm insanın ruzusu göz dəyməyə məruz qala bilər. İnsanın, belə deyək, ağlı göz dəyməyə məruz qala bilər. O cümlədən cansız əşyalar göz dəyməyə məruz qala bilər. O cümlədən bura alimlər insanın əxlaqını da zikr edirlər. İnsanın əxlaqına göz dəyir. İnsan soyuqqanlı adam idi, birdən-birə əsəblər dəyişdi, birdən-birə insan davamiyyətli şəkildə əsəbi həyat yaşayır. Və lillahi elhamd və minnə. Bütün bunlar hamısı sabitdir. Hətta ona görə deyirlər ki, yəni birdən insan yediyi zaman görsən, insanın yanından pişik keçir. İnsan yediyi tikəni hər dəfə pişik sənə baxır. Qaldırır gözlərin, baxır sənə diqqətlə. Ona görə yaxşıdır ki, insan yediyi zaman ətrafında pişik, it olarsa və s. onlara heç olmasa bir tikə versin ki, onlar nəfsləri bununla neyləsin, sakitləşsin. Və lillahi elhamd və minnə. Deməli, göz dəymənin müalicəsi birinci yolu nədir, qardaşlar? Ən birinci göz dəymə əgər gözü dəyən adam tanınarsa, bilinərsə, gözü dəyən adam, kimin ki gözü dəyib, həmin adamın istifadə elədiyi sudan, yəni onun dəstəmaz aldığı sudan və yaxud da qüsül aldığı sudan istifadə edirsən, sən həmin o sudan götürürsən, öz
qüsl eləmək üçün istifadə etdiyin suya qatırsan və onunla çimirsən. Və bununla da Allah Subhanahu taala izni ilə sənin üzərindən bu bəla gedir. Və buna aid Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Və izə istuğsiltum fəğsilu." Sizlərdən qüsl suyu tələb olunsa, yəni dəstəmaz suyu tələb olunsa, yuyun, yəni verin. Yəni bir insan əgər gözü dəyibsə, və bilinir ki, bu insanın gözü dəyib, heç kəsin xətrinə dəyməməlidir. Əgər qardaş gəlib səndən istəyirsə ki, ey filan kəs, sənin gözün mənə dəyib, sən öz dəstəmaz suyundan ver mənə, burada heç bir qada da yoxdur. Həmin adam buna icabət eləməlidir. Yəni ola bilər insan gözü dəysin, yəni insan kiminsə gözünün dəyməsi o demək deyil, insan pislik istəyib, və yaxud da insan pis adamdır, və yaxud da o adam paxıldır və s. yox. Biz qeyd elədik ki, həsədlə göz dəymə fərqlidir. Həsədin istilahı başqa cür. Həsəd həmin nemətin aradan qalxmasını arzu eləyərək insanın göz dəyməsidir. Gözdəymə mücərrəd gözdəymə isə elə deyil. Mücərrəd gözdəymə insanın özündən asılı olmaya bilər. Sadəcə ola unudubdur, barakallah deyib, unudub maşallah demək və s. Bunda. Yəni həmin adam əgər tanınarsa, qardaşlar, həmin adamın istifadə etdiyi dəstəmaz suyundan və yaxud da qüsl suyundan istifadə edib çimirsən, vəlilləhi əlhəmd vəl minnə. Əgər o suları tapa bilməsən və yaxud da çətin olsa, necə ki, alimlər Muhammed ibn Salih el-Ütheymin kimi və həmçinin başqa alimlər deyirlər ki, həmin adamın istifadə etdiyi əşyalardan götürürsən, qatırsan öz dəstəmaz suyuna və onunla da çimirsən. Yəni, məsəl üçün, bir dənə nəm əski götürürsən, məsələn, onun istifadə etdiyi, məsələn, papağın, onun istifadə edilir, papağın ətrafında həmin o əski ilə silirsən, salırsan o suya. Və yaxud da həmin o insanın istifadə etdiyi içkidən, məsəl üçün, hər hansı bir çay içib və yaxud da stakanda nəyisə içibsə, qoyubsa, həmin o suyun qalığından istifadə edirsən və onunla çimirsən. Vəlilləhi əlhəmd vəl minnə. Kimə ki gözdəyib, o həmin adam onunla çimir. Vəlilləhi əlhəmd. Bunu da Allahın izni ilə həmin o gözdəyimə gedir. İkinci hal odur ki, əgər gözü dəyən adam tanınmazsa, tanınmırsa, bilmirsən kimdir, bunda isə nə edirsən? Bunda isə keçirsən əsl olan müalicəyə. Müalicə də nədir? Müalicə də Quran oxumaqdır. Quran oxuyursan öz nəfsivə, xüsusən də diqqəti cəlb edirsən basar sözü keçən ayələrə, yəni göz sözü keçən ayələrə. Və bu inşallah vəlilləhi əlhəmd təcrübə ilə sübut olunub ki, bu kimi ayətləri oxumaq göz dəyməyə faydalıdır Allah'ın izniyle. Baxmayaraq ki, Quran hamısı şəfadır. Məsəl üçün o ayələrdən farci'il basara yanqalib ileykəl basaru kərrəteyn, yanqalib ileykəl basaru kərrəteyn. Mulk surəsində, həmçinin başqa ayələr. Yəkədül barqu yaxtafu absarahum. Bu kimi ayələr. Bunlar göz dəymədə olduqca faydalıdır. Vəlilləhi əlhəmdu vəl minnə. Tayyib. Deməli, göz dəymə ilə bağlı məsələ aydın oldu. Sehirlə bağlı olan müalicə daha geniş olduğuna görə burada daha təfsilat edə toxunaq inşallah. Deməli, ümumən qayda olaraq yadda saxlayın ki, qardaşlar, müalicə, tibb, o cümlədən də rüqiyyə eləmək, bunlar təvqifi deyil. Təvqifi nə deməkdir? Yəni, sırf dəlil üzərində biz dayanmırıq. Yəni, ümumən biz bilirik ki, rüqiyyə ilə bağlı dəlillərin göstərdiyi şey də var, həmçinin dəlil göstərmədiyi şey də var. Yəni, şəriət bu barədə nə edib susubdur. Yəni, məsəl üçün, insanın sehirdən müalicə üsulunda istifadə etdiyi müəyyən şeylər var. Hansı ki, bu barədə heç bir dəlil gəlməyib, amma sələf bunu tətbiq edib. Bu da buna işarədir ki, bunlar bunu ictihadla ediblər, öz ictihadları ilə ediblər. Ona görə də həm rüqiyyədə, həm də sehirdən müalicədə, sehrin müalicəsində insan ictihad edə bilər. Sırf dəlil üzərində olan şeyə ehtiyac yoxdur. Dəlil varsa, əlhəmdə əməl edirsən. Dəlil yoxdursa, əgər faydalıdırsa, onu istifadə edə bilərsən. Amma bir şərtdir, qardaşlar. İctihad harama aid deyil. İnsan haram olan bir şeylə ictihad edə bilməz. İnsan haram olan bir şeylə ictihad edə bilməz bu müalicədə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, tədəvəv və la təvədəv bil haram. O kəmə qalə sallallahu aleyhi və səlləm. Yəni, müalicədən istifadə eləyin geniş, amma haramla müalicə eləməyin. Haramla müalicə eləməyin.
Və bu ona dəlildir ki, nəcasətlərlə və o cümlədən içki ilə, o cümlədən digər şəriətin qadağan etdiyi şeylərdə müalicə yoxdur. Əksinə xəstəlik var, əksinə ziyan var. Vəlillahil-həmd vəl-minnə. Və ümumən də bu belə deyək, ruqiyyədə və o cümlədən sehrin müalicəsində insanın yəni ictihad eləməsinə də həmçinin qayda olaraq dəlil budur ki, el-aslu cavazu tədavi bi kulli enva'i tədavi. Əsli qayda odur ki, insan müalicənin bütün növlərindən istifadə edə bilər. Nə qədər ki müalicə mübahdır, faydalıdır, bu şeydən istifadə eləmək olar Allahın izni ilə. Həm sehrin müalicəsi, həm də digər şeylər. Ən birinci sehrin müalicəsində, qardaşlar, sehrin müalicəsində alimlər qeyd edirlər ki, xəstə adamın, yəni sehr olunmuş adamı mənəvi cəhətdən Allah üçün hazırlaşdırmaq. Yəni mənəvi cəhətdən onun qəlbini Allaha bağlı eləmək. Çünki sehr olunmuş adamların əksəriyyətinin ən birinci onlara gələn sıxıntı nədir? Qəlblərində, yəni ruhi baxımdan şeytan onlara vəsvəsə edir ki, yəni sizə oxunan Quran, sizə oxunan ayələr, dualar, bunlar heç bir faydası olmaz. Yəni onu mənəvi cəhətdən neyir? Zəiflədir, vəsvəsə edir, zəiflətməyə çalışır şeytan. Əgər insanda iman və təvəkkül olmasa, insan özünü hazırlaşdırmasa, o təsəllüt daha da artır. Yəni şeytanın hökmranlığı daha da artır. Və bu barədə Allah Teala buyurur ki, İnnehu leysə lehu sultanun alellezine yetevellevnehu, İnnehu leysə lehu sultanun alellezine amenu və alə rabbihim yetevekkelun. Həqiqətən iblisin öz Rəbbinə iman gətirib ona təvəkkül eləyənlər üzərində heç bir hakimiyyəti yoxdur. İnnəmə sultanuhu alellezine yetevellevnehu vellezine hum bihi müşrikun. Həqiqətən onun hakimiyyəti şeytanın özlərini dost tutan və Allaha şərik qoşanlar üzərindədir. Və bu vadihdir, aydındır. Ona görə ən birinci xəstə adam öz qəlbini bağlamalıdır Allaha, ixlasla. Ki, bəli, bu imtihandır, bu qədərdir. Peyğəmbər sallallahu aleyhi ve sellem də sehr olmuşdur və buna baxmayaraq Allah Teala imtihan edir öz qullarını təbarək və teala. İnsan səbr eləyərək bu müalicə növlərindən möhkəm yapışarsa Allahın izni ilə şəfa da gələcək. Allahın izni ilə şəfa da gələcək. Olur ki, insan bu şeylərdən istifadə edirsə, şəfa gecikir. Və şəfanın gecikməsində də hikmət var. Heç vaxt insan məyus olmamalıdır. Məyus oldun, insan işləri bütün hamısı batil olur. İnsan məyus olmamalıdır. İnnehu la yeyesu min ruhillahi illa'l qawmul kafirun. Həqiqətən Allahın rəhmətindən ümidini üzən yalnız kafirlərdir. Və həmçinin Allah Teala buyurur: "La taqnatu min rahmetillah." Allahın rəhmətindən ümidinizi üzməyin. Həmçinin İbrahim əleyhissalam o vaxt ki mələklər onu müjdələdilər. Qayıt dedi ki: "Və men yaqnatu min rabbih illa dallun." Öz Rəbbinin rəhmətindən yalnız və yalnız azğınlar ümidini üzər. Azğınlar ümidini üzər. Ümidi üzmək lazım deyil. Heç vaxt Allahdan ümidi üzmək olmaz. Bəzi xəstələr var, onlara uzun müddət oxunur Quran, uzun müddət rüqyə olunur. Axırda bir dənə kəlməsinə görə Allah Teala onun işini, bərəkətini qaldırır. Axırda qayıt edir ki, bu qədər oxuduq, heç bir fayda vermədi. Bu qədər oxudum, bəla məndən soğuşmadı. Olmaz bu şeylər demək. İnsan əksinə Allah haqqında gözəl zənn eləyib, bu şeyi davam eləyir Allahın izni ilə və Allah Teala müvəffəq eləyəndir. Təbarək və teala. Tayyib, deməli, bundan öncə qeyd elədik ki, ən birinci budur. Yəni, əqidə baxımından insanın özünü hazırlaşdırması. Sonra, ikinci, çoxlu dua eləmək. Çoxlu dua eləmək və yaşadığın yeri, yəni sehr olunmuş adam yaşadığı yeri bəhth eləsin, axtarsın. Yaşadığı evi, bir-bir qaldığı otağı gəzərək özü-özünü rüqyə eləsin. Axtarsın sehrin yerini. Əgər sehri tapsa, sehri tapmasa belə, özünü rüqyə eləyə getsin və otağın hansısa hissəsində görür ki, özünü pis hiss eləyəcək həmin rüqyə zamanı. Ona deyirlər mə'qiluş-şəyatin, mawdi'u mə'qiluş-şəyatin. Şeytanların, yəni düyün vurduğu, yəni və uzun müddət qaldığı yerə deyilir. Və həmin yerə böyük ehtimal ki, sehr olunub. Həmin yerə sehr olunub və sən də oradan keçdiyinə görə sehr olub sən. Və sehrin də növləri çoxdur, qardaşlar. Siz bilirsiniz ki, sehrin hazırlanması baxımından növləri
həm düyünlənmiş sehir var, həm tökmə sehri var, həm iynətmək üçün, yəni qoxulama sehri var. İnsan hər hansı bir şeyi iynəyir, onunla sehr olur. O cümlədən yedizdirmə sehri var, içizdirmə sehri var, bastırılma sehri var və digər. Hamısı bunlar çoxdur. Dua eləsin çoxlu. Ona bilsin ki, Allah Subhanahu ona sehirin yerini göstərsin. Ola bilər yuxuda görsün sehirin yerini, getsin onu tapsın, batıl eləsin. Vəlillahi elham. Bu hamısı müvəffəqiyyətdir Allah tərəfindən. Və o da olmasa da Allah Subhanahu taala bəzi hallarda öz mələklərini göndərir və mələklər həmin o sehirin tapılmasına kömək eləyir və o zalim olan cinin də çıxarılmasına yardım eləyirlər. Vəlillahi elhamd və minna. Bu sehirin müalicəsidir Allahın izni ilə. Və bu şeyə diqqət edin Allahın izni. Üçüncü məsələ xüsusən də sehir ayələrinə diqqəti cəlb eləmək. Sehir ayələrinə diqqəti cəlb eləmək. Və bu da məşhurdur. Həm Əraf surəsində, həm Yunus, həm Taha, həm də digər, həm də Şuara və başqa ayətlərdə sehirlə bağlı olan qissələr var. Və ən məşhur da Musa əleyhissalamın qissəsidir. O ayətləri oxumaq və o ayətlərə tərkiz eləmək, təkrarən o ayətləri oxumaq. Say qoymadan oxu, 100 dəfə, 200 dəfə, 300 dəfə hətta oxu. Bu şeyləri elə. Əgər kimsə oxuya bilirsə, o qoy o onun üçün oxusun Allahın izni ilə. Əgər özü oxuya bilmirsə təbii ki. Və bu kimi davamiyyətli şəkildə oxumaq. Və bir şey qeyd eləyək qardaşlar. Sehir olunmuş adam, ona Quran oxumaq çox ağır gəlir. Çox ağır gəlir. Yəni bədəndə ağrılar, yəni çox ağır gəlir ona o şeyə müqavimət göstərmək. Qoy səbr eləsin. Qoy səbr eləsin. Və bilsin ki, müalicə böyük iştihadla gəlir və Allah Subhanahu taala həmin o əziyyəti yerdə qoymur heç vaxt. İnsan Allah Subhanahu taala izni ilə onlar hamısı, bütün ağrılar hamısı kəffarə olur. Və qiyamət gündə insan həmin o zalimlara yükləyəcək öz günahlarını. Kim ki sənə zülm eləyib. Vəlillahi elhamd və minna. Allah Subhanahu taala müvəffəq eləsin. Və o cümlədən sehir olan müalicədə qardaşlar, sehir olunmuş adamı vurmaqla bağlı, kim ki ruqiyyə eləyir onu, vurmaqla bağlı bir şeyə diqqət eləmək lazımdır. Vurmaq hər adamın işi deyil. Yalnız və yalnız bu işdə mütəxəssis olanlar vura bilərlər. Necə ki Əbul Abbas ibn Teymiyyə bu barədə Mecmul Fətavada buyurur ki: "Lizalika və lihada قد يحتاج في إبراء المصروع ودفع الجن عنه إلى الضرب فيضرب ضربا كثيرا جدا والضرب إنما يقع على الجني ولا يحس به المصروع حتى يفيق المصروع ويخبر أنه لم يحس بشيء من ذلك ولا يؤثر في بدنه ويكون قد ضرب بعصا قوية على رجليه نحو 300 أو 400 ضربة أو أكثر أو أقل بحيث لو كان على الإنسي لقتله وإنما هو على الجني والجني يصيح ويصرخ ويحدث الحاضرين بأمور متعددة كما قد فعلنا نحن هذا وجربناه مرات كثيرة يطول وصفها بحضرة خلق كثيرين رحمه الله تعالى. Sonra da buyurur ki rahimehullah İbn Teymiyyə, o ki qaldı sehir olunmuş adamı vurmağa, bu şey varid olub və bu şeyi təcrübədən keçirmişik və bunun faydasını görmüşük. Vəlillahi elham. Həmin o sehir olunmuş adamı vurmaq bəzi hallarda buna ehtiyac olur. Hətta yəni hər hansı bir əsanı götürərək həmin insanı vurursan, amma sənin o vurduğun insana dəymir, o cinə dəyir. Və bu şeyi 300-dən 400-ə qədər eləmək olar. Yəni 300-dən 400-ə qədər vura bilərsən sayını. Və o qədər vurursan ki, hətta həmin o xəstə özündən gedir və ayılanda heç hiss eləmir ki, həmin o vurduğun ona dəyir. Əslində isə cinə dəyir və o da qışqırır, səs çıxardır və həmin o zərbələr insana dəysəydi o insan ölərdi. O insan ölərdi. Şəbih ki, qardaşlar, yəni bu əhlinə aiddir, yəni bu iş əhlinə aiddir. Və biz o qədər hadisələr şahid olmuşuq ki, ruqiyyə eləyənlər, onlar möhkəm şəkildə vurublar, yəni necə gəldi vurublar, həmin adam ölübdir, həmin adam keçinibdir. Baxmayaraq ki, həmin o vurmağın əgər qaydasını bilsəydi, belə bir şey olmazdı. Belə bir şey olmazdı. Yəni bu hər adamın işi deyil, bu hər adamın işi deyil, bu əhlinə qaytarmaq lazımdır.
əhlinə qaytarmaq lazımdır. O cümlədən qardaşlar, İctihadı ilə İmam Əhməddən və həmçinin ondan sonraki sələflərdən sabit olan sehir olunmuş adamın müalicəsində istifadə olunan İbn Teymiyyə buyurur rahimehullah: "Və yecuzu en yuktaba lil musabi və gayrihi min el-marda şey'en min kitabillahi və zikrihi bil madadil mubah və yaghsilu ويغسل ويسقى كما نص على ذلك أحمد وغيره. قال عبد الله بن أحمد: قرأت على أبي قال حدثنا يعلى ابن عبيد قال حدثنا سفيان عن محمد بن أبي ليلى عن الحكم عن سعيد بن جبير عن ابن عباس قال إذا عسر على المرأة ولادتها فليكتب بسم الله لا إله إلا الله الحليم الكريم سبحان الله رب العرش العظيم الحمد لله رب العالمين كأنهم يوم يرونها لم يلبثوا إلا عشية أو ضحاها." Buyurur ki Şeyh rahimehullah, ona görə icazəlidir xəstə olan adama hər hansı bir qaba su tökərək və qaba su tökməmişdən qabaq ya qabın ətrafına yazırsan, ya da hər hansı bir kağıza təmiz bir mürəkkəblə, zəfəran olsa lap əla, təmiz bir mürəkkəblə ayətləri yazırsan, xüsusən də bu ayələri, bu duanı və o cümlədən ayəti yazırsan, ya istəyir sehr ayələri olsun, ya istəyir digər ayələr olsun, onları yazırsan və atırsan həmin o suya və həmin o yerlər silinir tam, ondan sonra çıxardırsan və o sudan o xəstə içir və bu çox olduqca faydalıdır və bu şeyə İmam Əhməd öz müsnədində nass eləyir və lillahilhamd vəl minnə, yəni dəlil olaraq gətirir. Bunlar hamısı icazəlidir və lillahilhamd və olduqca faydalıdır. O cümlədən qardaşlar, zeytun yağından geniş istifadə eləmək, təbii ki, oxunmuş zeytun yağından, oxunmuş, ruqya ayələri oxunmuş zeytun yağından və hicamadan geniş istifadə eləmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Əş-şifa'u fi thalathə." Şəfa 3 şeydədir. Şartatu mihcam və şurbatu asal vəl-key. Hicama eləmək və hicamadan qardaşlar əhlinə qaytarmaq lazım. Yəni hicamadan məqsəd orada beldə olan yaraları dərin eləməkdə deyil. Hicamadan məqsəd əsas o dərinin üst qatında olan qanı çıxartmaqdır. Bəzi qardaşlar var, onlar xəta edirlər, bu şeylərə diqqət edirlər. Deməli, birinci hicama, ikincisi bal içmək, təmiz baldan içmək, xüsusən də sehr olunmuş adam. Üçüncüsü də odla yandırmaq və yandırmaq da ən axıra saxlayın qardaş, yəni çünki yandırmaq bəyənilmir. Baxmayaraq ki, şəfa var, orada o şey bəyənilmir. Lillahilhamd vəl minnə. Və həmçinin qardaşlar qeyd elədik ki, yağış suyundan istifadə etmək. Yağış su olduqca faydalıdır. Ruqya ayətlərini oxuyursan, həm içirsən, həm də onunla qüsül alırsan. Sehr olunmuş adam. O cümlədən dəniz suyu, çünki duzludur və bərəkətlidir. Dəniz suyundan istifadə etmək, onunla çimmək və hətta həmin o dəniz suyuna sən sidir yarpaqlarını da qaçsın, həmin o suyunu çimsə, lap əla, lap əla. O cümlədən qara zirə yağından istifadə etmək. Həmçinin qardaşlar, soyuq su ilə çimmək, sehr olunmuş adam. Yəni bu çox olduqca qəribə gəlir bəzi adamlara. Soyuq su ilə çimmək olduqca faydalıdır və Allah Taala bu barədə Eyyub əleyhissalamın qıssasını zikr eləyir. Buyurur ki: "Və Eyyubə iznədə rabbəhu ənni məssəniş-şeytanu binusbin və əzab." Və Eyyub da öz Rəbbinə dua eləyərək buyurdu ki: "Ey Rəbbim, mənim üzümə bəla baş verib, elə isə sən rəhimlərin ən rəhimlisisən." Allah Taala qayıtdı ki: "Urkud biricliki hədə muğtəsəlun bəridun və şərab." Sizə məlumdur ki, Eyyub əleyhissalam 18 ilə yaxın xəstə olur, Allah onu imtihan edir bununla. Axırda fəraj gələndə, yəni rahatlıq gəldiyi zaman, Allahın şəfası gəldiyi zaman Allah buyurur ki, elə uzandığı yerdə ayağınla yerə vur, möhkəm yerə vur ayağınla yerə və oradan soyuq su gələcək və onunla çim və qüsül al, onunla çim və onu iç və onunla qüsül al, yəni çim onunla. Muğtəsəlun bəridun və şərab. Allah Taala soyuq qeyd edir ona. Və elhamdülillah o şeyin də faydasını bir çox xəstələr görüb. Və lillahilhamd vəl minnə. Bu da ayədən çıxan fayda idi. Və o cümlədən qardaşlar, sehr olunmuş adamın yaxşıdır ki, həmin o sehr olunmuş adam onu bağlayasınız. Yəni onun bağlanması labiddir. Çünki bağlanmadığı zaman
görsən həmin o xəstə özü-özünə əziyyət verir. Ya ayaqlarını yerə vurur, ya da bəyan hallarda qalxır ayağa, özünü çırpır divara və s. Yaxşıdır ki, ümumən sehr olunmuş adam ruqiyyə olunan zaman onu bağlasınlar möhkəm yerinə. Və elə bağlasınlar ki, yəni əzaları ona əziyyət verməsin. Bəzi qardaşlar onu elə bağlaya bilər ki, onun əlində ya kəndir o qədər onun əlini sıxa bilər ki, hətta qan yığıla bilər və s. Əziyyət verici şeylər ola bilər. Bu şeylərə diqqət eləmək lazımdır. Udul-hindi bundan istifadə eləmək geniş. Udul-hindin də ümumən təsiri doğrudan çox qəribədir. Udul-hindi həm içirsən, həm dəmləyirsən içirsən, həm buruna çəkirsən, həm də o sehr olunmuş adamın otağında isti bir şeyin üstünə qoyursan, yəni yaxşıdır ki, məsələn, qazın üstünə qoyub, hər hansı bir dəmir parçasının üstünə tökürsən və onunla neyinsən buxarlandırırsan. Və olduqca gözəl bir ətriliyi var onun və o cinlərə çox təsiri var onun Allahın izni ilə. O bu şey təcrübədən keçibdir və lilləhəlhəm. Bundan geniş istifadə eləmək lazımdır. Həmin o sehr olunmuş adamın otağını bu şəkildə neyləmək, tüstürəmək. Udul-hindin vasitəsilə Allahın izni ilə. Həmçinin müşk gətirilən qardaşlar istifadə eləmək, müşkdən istifadə eləmək çox faydalıdır. Yəni götürürsən, əgər həmin adam uzanıbsa, ruqiyyə edirsənsə, onu neyirsən? Ya hər hansı bir əskiyə vurursan müşki və basırsan onun burnuna və həmin o şeylə nəfəs alsın qoy. Nəfəs aldığı zaman həmin o şeytanlar olduqca əziyyət çəkir və bu da onun boğulmasına səbəb olur. Xurmadan istifadə eləmək qardaşlar, sehr olunmuş adamın xurma yeməsi olduqca faydalıdır. Və buna baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Mən təsabbəhə bi-səb'i təmarat minəl əcvə, ləm yadurruhu yevməhu zəlik, summun və la sihrun." Kim səhər tezdən 7 dənə əcvə xurmasından yeyərsə, həmin günü ona nə sehir, nə də zəhərlənmə üst tutmaz, baş verməz. Amma bu musallatdan qabaqki haldır qardaşlar, musallatdan qabaqki haldır. Baxmayaraq ki, hətta musallat olandan sonra bu şeydən istifadə etmək yenə də faydalıdır. Və bu olduqca yəni öz təsirini göstərir Allahın izni ilə. Və ən mühümü qardaşlar, həmin o xəstə adamın xəstə halında tövhidi öyrənməsi, tövhidi təkrarlaması, əqidə məsələlərini yenidən oxuması və əqidəni daha da saflaşdırması, bunlar ən böyük səbəblərdəndir Allahın izni ilə. Ən böyük səbəblərdəndir Allahın izni ilə. Allah Subhanahu taala bütün müsəlmanlara şəfa versin. Allah Subhanahu taala müvəffəq eləsin. Bu dünya və axirətdə bütün xəstə müsəlmanları və onlara əziyyət verən və onların ailələrin dağılmasına səbəb olan və həmçinin digər başlarına gələn müsibətlərin yaranmasına səbəb olan adamların hamısını zəll eləsin. Və o cümlədən qardaşlar, axırda qeyd edeyim, bu bir düzdür, bunu təkrarlamışdıq. Xəstə adamı danışdırmaq. Yəni onun içindəki bir görsən cin danışmağa başlayır. Həmin o cini danışdırmağa ehtiyac yoxdur. Hardan gəlmirsən, kimsən, nəyə görə gəlmirsən, bu şeylərə ehtiyac yoxdur verməyə. Çünki ən birinci şeyhlər qeyd edirlər ki, həmin o xəstəni danışdırmaq, cini danışdırmaq xəstəyə əziyyət verir. Əksinə biz nə etməliyik? Onu daha da rahatlaşdırmalıyıq. Bəziləri gəlirlər, danışdırırlar xəstəni, deyirlər ki, sənin içində bir qəbilə cin var. Sənin içində 20 dənə ifrit var. Bu şeyləri demək olmaz. Həmin o xəstəni sən məyus eləyirsən, onun canına qorxu salırsan, ondan sonra nə ola bilər? Əksinə sən deyirsən, heç bir şey olmayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm sehirbazları zikr eləyəndə qayıtdı ki, "İnnahum leysu bi şey." Onlar heç nədilər. Onlar heç nədilər. Sən də gəlib buna deyirsən ki, sənin içində filan qalacaq. Olmaz belə şeylər eləmək. Bu şeyə diqqət edin. Barakallahu fikum. Sallallahu əleyhi və səlləm və baraka ala abdillahi və rasulih. Nəbiyyina Muhammed və ala alihi və ashabihi. Velhamdülillahi rabbil alamin.